Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə mətbəximizin ayrılmaz hissəsi olan, amma bəzən dəyərini tam bilmədiyimiz bir bitkidən, yəni şüyüddən danışacağım. Şüyüd sadəcə yeməklərə dad verən göyərti deyil, o həm də sağlamlığımıza çoxsaylı faydalar gətirən təbii bir nemətdir. Amma hər şeydə olduğu kimi, şüyüdün də bəzi zərərləri və diqqət edilməli məqamları var. Ona görə də gəlin şüyüdün həm faydalarına, həm də zərərlərinə birlikdə nəzər salaq. Amma videoya keçməmişdən qabaq, sizdən xahişim bundan ibarətdir ki, kanala abunə olub bildiriş butonunu aktiv edin ki, belə faydalı videolardan ilk siz xəbər tutasınız. Şüyüd əsrlərdir həm mətbəxdə, həm də təbii müalicə vasitəsi kimi istifadə olunan çox faydalı bitkilərdən biridir. Onun tərkibində A, C və B qrupu vitaminləri, dəmir, kalsium, maqnezium və kalium kimi vacib minerallar mövcuddur. Bu zəngin tərkib sayəsində şüyüd insan orqanizminə müxtəlif istiqamətlərdə müsbət təsir göstərir. İlk növbədə şüyüd həzm sisteminə çox faydalıdır. O, mədə şirəsinin ifrazını artırır, qidaların daha rahat həzm olunmasına kömək edir və bağırsaqlarda yaranan qaz və kök problemini azaldır. Xüsusilə ağır yeməklərdən sonra şüyüd istifadə etmək həzmi yüngülləşdirə bilər. Şüyüdün digər mühüm təsirlərindən biri onun sinir sisteminə sakitləşdirici təsir göstərməsidir. Müasir dövrdə insanlar tez-tez stres, gərginlik və yuxusuzluqdan əziyyət çəkirlər. Şüyüd çayı və ya sadəcə qida ilə birlikdə qəbul edildikdə bədəni sakitləşdirir, əsəbləri yumşaldır və daha rahat yuxuya getməyə kömək edir. Bununla yanaşı şüyüd immun sistemini gücləndirən təbii vasitələrdən biridir. Antioksidantlarla zəngin olduğu üçün bədəni sərbəst radikalların zərərindən qoruyur və müxtəlif infeksiyalara qarşı müqaviməti artırır. Şüyüd ürək-damar sisteminə də müsbət təsir göstərir. Onun tərkibində olan maddələr qan dövranını yaxşılaşdırır, damarların elastikliyini qoruyur və qan təzyiqinin tənzimlənməsinə kömək edir. Bu, xüsusilə yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün faydalı ola bilər. Eyni zamanda şüyüd bədəndə xolesterinin səviyyəsini tarazlaşdırmağa kömək edərək ürək xəstəliklərinin riskini azalda bilər. Şüyüdün antibakterial və iltihab əleyhinə təsiri də olduqca güclüdür. O, bədəndəki zərərli mikroorqanizmlərlə mübarizə aparır və iltihabi proseslərin azalmasına kömək edir. Bu xüsusiyyətlərinə görə şüyüd bəzən soyuq dəymə və digər infeksiyon xəstəliklər zamanı da istifadə olunur. Bundan əlavə şüyüd sidik qovucu təsirə malikdir. Bu da orqanizmdən artıq mayenin və toksinlərin xaric olunmasına kömək edir. Şüyüd qadın sağlamlığı üçün də faydalı hesab olunur. Xüsusilə süd verən analar üçün şüyüd südün artmasına kömək edə bilər. Həmçinin hormonal balansın müəyyən qədər tənzimlənməsində də rolu olduğu qeyd edilir. Dəri və saç sağlamlığı baxımından da şüyüd faydalıdır. Onun tərkibindəki vitaminlər dərinin daha sağlam və parlaq görünməsinə kömək edir. Saç köklərini gücləndirir və tökülmənin azalmasına təsir göstərə bilər. Bununla yanaşı şüyüd arıqlamaq istəyən insanlar üçün də yaxşı seçimdir. O, aşağı kalorili olduğu üçün pəhrizlərdə rahatlıqla istifadə oluna bilər və maddələr mübadiləsini sürətləndirərək yağların parçalanmasına kömək edir. Eyni zamanda iştahanı müəyyən qədər tənzimləyə bilər və bu da çəki nəzarətində mühüm rol oynayır. Lakin bütün bu faydalarına baxmayaraq, şüyüdün həddindən artıq istifadəsi bəzi mənfi təsirlərə səbəb ola bilər. Məsələn, çox miqdarda qəbul edildikdə qan təzyiqini həddindən artıq aşağı sala bilər ki, bu da baş gicəllənmə və halsızlıq yarada bilər. Bəzi insanlarda şüyüd allergik reaksiyalara da səbəb ola bilər. Bu zaman dəridə qaşınma, qızartı və ya səpkilər meydana çıxa bilər. Belə hallarda şüyüd istifadəsini dərhal dayandırmaq lazımdır. Hamilə qadınlar şüyüd istifadə edərkən xüsusilə diqqətli olmalıdırlar. Çox miqdarda qəbul edilməsi bəzi hallarda arzu olunmaz təsirlərə səbəb ola bilər.
Buna görə də hamiləlik dövründə şüyüd istifadəsi ilə bağlı həkim məsləhəti almaq daha doğru olar. Bundan əlavə müəyyən dərmanlar qəbul edən insanlar da ehtiyatlı olmalıdırlar. Xüsusilə qan durulaşdırıcı və ya təzyiq dərmanları ilə birlikdə istifadə edildikdə təsiri dəyişə bilər. Şüyüd müxtəlif formalarda istifadə oluna bilər. Onu təzə şəkildə salatlara əlavə etmək, yeməklərdə istifadə etmək və ya qurudaraq daha uzun müddət saxlamaq mümkündür. Eyni zamanda şüyüd çayı da çox geniş yayılmış istifadə formalarından biridir. Bu çay həm həzmi yaxşılaşdırır, həm də bədəni sakitləşdirir. Amma ən vacib məqam ondan ibarətdir ki, şüyüd nə qədər faydalı olsa da, onun istifadəsində həddi aşmamaq lazımdır. Çünki hər bir faydalı qida normadan artıq istifadə edildikdə zərərli ola bilər. Nəticə etibarilə şüyüd həm sağlamlıq üçün çox saylı faydalar təqdim edən, həm də düzgün istifadə edilmədikdə müəyyən risklər yarada bilən bir bitkidir. Onun gündəlik qidalanmaya əlavə edərkən balansı qorumaq və orqanizmin reaksiyasını nəzərə almaq vacibdir. Əgər video xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olub zəng işarəsini aktiv etməyi unutmayın. Əziz dinləyicilər, sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.